Gədəbəy rayonunun Kəlaman kəndində qulduruq hadisəsi baş verib. Mayın 24-ü səhər saatlarında naməlum şəxs və ya şəxslər kənddə tənha yaşayan 74 yaşlı Zeynəb Nağıyevanın evinə daxil olub. Qadının başına un kisəsi keçirilərək ona küt alətlə zərbələr indirilib və evdəki pulların yerini deməsi tələb olunub. Qadına məxsus 6000 manat və pensiya kartından çıxardığı məbləğ götürülüb. Kənd sakinləri 74 yaşlı qadını əl-ayağı bağlı başına kisə keçirilmiş formada aşkar edərək hüquq mühafizə orqanlarına məlumat veriblər. Onurğa sümüyünün və qabırğaların sınığı, kəllə beyin travmaları alan ahıl qadın Gəncədəki xəstəxanaya aparılıb. Daxili İşlər Nazirliyindən bildirilib ki, hadisə ilə bağlı araşdırmalar aparılır. Araşdırmaların nəticəsi barədə ətraflı məlumat veriləcək. Qeyd edək ki, Zeynəb Nağıyevanın müharibə veteranı olan oğlu vəfat edəndən sonra tənha yaşayırmış.